Gəlin Neftçidəki baş məşqçi dəyişiklikləri məsələsinə bir nəzər salaq. Samir Abbasovun gedişi bu mövzunu yenidən alovlandırdı və əslində klublardakı daha dərin bir idarəetmə problemini üzə çıxardı. Birincisi, gəlin rəqəmlərə baxaq. Son 5 ildə bu Neftçinin mövsüm başladıqdan sonra etdiyi, deməli, 4-cü baş məşqçi dəyişikliyidir. Abbasov, Mutu, Grigorçuk siyahı uzanır. Yəni, bu qədər daimi dəyişiklik olanda klubdan hansı uzun müddətli strategiyanı və ya sabitliyi gözləmək olar ki? Demək olar ki, mümkün deyil. İkincisi, onu da deyim ki, Neftçi bu xaosda tək deyil. Sabah və Sungart kimi komandalarda oxşar problemlərlə üzləşib. Bu da göstərir ki, problem daha genişdir. Bəs bu tendensiyanın əksini göstərən bir model varmı? Dəli var. Qarabağ modeli. Onlar tamamilə fərqli bir yol seçiblər. Qurban Qurbanov tam 17 ildir ki, sükan arxasındadır. Və bu müddət ərzində klub heç vaxt mövsüm ortasında məşqçi dəyişdirməyib. Bu da uğurun təsadüfi olmadığının ən bariz nümunəsidir. Beləliklə, bəzi klublar qısa müddətli nəticələr üçün daim dəyişiklik etsə də, Qarabağın sabitlik nümunəsi göstərir ki, əsl uğur uzun müddətli etimad üzərində qurulur.